Salam əziz izləyicilər. Bugün sizinlə belə bir maraqlı məsələnin həllinə baxacağıq. Yenə də RFO sualıdır. Gəlin məsələnin ilk öncə şərtini oxuyaq. Radiusu R bərabərdir 60 sm olan borunun təpəsindən şayba sürtünməsi sürüşür. Hansı hündürlükdə şayba borunun səthindən ayrılar, sürtünmə nəzərə alınmır. Yəni yerdən hansı hündürlükdə o borunun səthindən ayrılacaq. İlk öncə gəlin, deməli, şəkli biraz daha böyük formada özümüz üçün qeyd edək. Burada deməli yerləşdirdik. Bu şəkildə çəkək ki, bizə daha rahat olsun üzərində işləmək. İlk öncə birinci haldakı şəkli qeyd edək. Bu halda, deməli birinci halda şaybaya təsir edən qüvvələri göstərmək istəsəm, ilk öncə bunları da qeyd edək. Demək, MJ-ni qeyd edirəm, ağırlıq qüvvəsi və dayağım reaksiya qüvvəsini qeyd edirəm. Birinci halda bunlar bir-birinə bərabərdirlər və əlbəttə ki, heç bir hərəkətdən söhbət getmir. Amma tutaq ki, gəlib bu müəyyən bir hündürlüyə çıxanda artıq ondan sonra şayba borunun səthindən sürüşüb yerə düşür. Və gəlin indi buna təsir edən qüvvələri göstərək. Ağırlıq qüvvəsini göstərirəm. Ağırlıq qüvvəsinin toplananlarını göstərirəm. Başlanğıc vəziyyətdən tutaq ki, alfa qədər sürüşübdür. Onda bura alfa yazdığım üçün əlbəttə ki, baxın, burada alfa bucağı olacaqdır. Bucaqlara görə, üç bucaqların oxşar və bərabərliyinə görə. Həmçinin bu qüvvəmiz olacaq MJ kosinus alfa. Bu isə olacaq MJ sinus alfa. Həmçinin mən dayağın reaksiya qüvvəsini də burada göstərmək istəyirəm. Bu bizim ikinci halımızdır. Və bir tərəfdən də EMA-nı da qeyd edək. Bu da EMA. İkinci şəkil üçün tənliyin yazısı olsaq, belə yaza bilərik. Əgər şayba borunun səthindən ayrılıbsa, deməli artıq onu dayaqda saxlayan heç bir qüvvə yoxdur, yəni N sıfırdır. Onda mən tənliyimi belə yazasaydım, MJ kosinus alfa çıxılsın N bərabərdir MA-ya. Madam ki N sıfırdır, onda MJ kosinus alfa bərabərdir MA-ya. Hər tərəfdən M-ləri ataq. Onda A bərabər olacaq J kosinus alfaya. Digər tərəfdən biz bilirik ki, çevrə üzrə hərəkətdə A həmçinin V kvadratı böl R-dir. Onda V kvadratı böl R bərabərdir J kosinus alfaya və mən V kvadratının yerinə J R kosinus alfa yazıram və bunu yadımızda saxlayaq. Bu qalsın burada. Daha sonra keçirəm, deməli, enerji düsturundan istifadə etməyə. Mən sadəlik olsun deyə, demək, götürəcəm, bu nöqtədən baxacam, bu hündürlükdən baxacam daha doğrusu. Amma yekunda aldığım cavabın üzərinə mütləq ki, yerdən olan hündürlük dediyinə görə, deməli, baxın, bu yerdən olan hündürlükdür, düzdürmü? Mən bu nöqtədə qopub düşəcək şayba borunun səthindən baxın, mən ümumi bu hündürlüyü tapacam sonda. Amma çox qarışıqlıq olmasın deyə mən hələ ki bu hündürlüyü yox, hələ ki baxın bu hündürlüyü tapacam. Buna bir x deyəcəm. Buna bir x deyəcəm. Və təbii ki, yerdən bura qədər olan hündürlükdə gördüyümüz kimi radiusdur və ən sonda aldığım cavab olaraq mən bu radiusla, yəni buradan bura qədər olan hündürlüklə tapdığım bu x-i cəmləyərək h-ı tapmış olacam. Yəni ümumi tapacağım h radiusla buradakı x-in cəminə bərabər olacaq. Yəni onu indidən deməli qeyd edək, h bərabər x üstə gəl r olacaq. Daha sonra göstərmək istəyirəm ki, baxın, bu
deməli bu hündürlüyü mən tapmaq istəyirəmsə, ona dediyim kimi x deyəcəm. Ona x deyəcəm, bir x hündürlüyü deyəcəm. Əlbəttə ki, burada r-dir, burada r-dir. Və həmin burada da göstərək ki, tam görünsün. Burada təbii ki, r hündürlüyündə olacaqdır. Artıq biz demək enerji tənliklərindən istifadə edə bilərik. Yenə deyirəm, hələ ki mən sarı xətti qəbul edirəm 0 səviyyəsi. Ona əsasən hesablayacağam. Sonda tapdığım cavabın üzərinə r-i gələrək ümumi h-ı tapacağam. Gəlin bu x üzərindən hələ ki baxaq. Həmin x hündürlüyü, yəni çəkdiyim bənövşəyi xətt və deməli, burada radius arasında bir əlaqəni təbii ki biz görürük. Görə bilirik ki, həmin o deməli x r kosinus alfaya bərabərdir. Bunu görmək asandır. Daha sonra artıq enerji tənliklərinə keçə bilərik. Birinci halda mən deməli potensial enerji üçün yaza bilərəm ki, mj artıq mənim hündürlüyüm sarı xəttdən həmin nöqtəyə qədər, yəni baxın buradan danışıram. Birinci hal üçün olan hündürlük mənim üçün deməli r-dir. Onda y potensial bərabərdir. Mən yazıram mjr. Hərəkət olmadığına görə kinetik enerji yoxdur. Sadəcə potensial enerji var. İkinci hal üçünsə deməli hərəkət var, sürüşüb oradan düşür və müəyyən qədər də hündürlüyü var deyə mən belə yazacağam. Y potensial 1 üstə gəlsin, y kinetik yazıram və sürtünməsiz hərəkət edirsə, sürtünmə nəzərə alınmırsa, onda əlbəttə ki, başlanğıcdakı tapdığımız y potensial elə bu enerjiyə nədir? Bərabərdir. Y potensial 1 nədir? mjx-dir. mjx-dir tapdığımız həmin o x. Daha doğrusu axtardığımız həmin o x-dir. Üstə gəlsin. Y kinetik mv kvadratı bölü 2-dir, düzdürmü? mv kvadratı bölü 2 bərabərdir. Y potensialsa mjr-dir. Hər tərəfdən gəlin biz m-ləri hələ ki ataq. Daha sonra baxın bu v kvadratının yerinə gətirib bunu qoya bilərəm. Onu da yazıram. Jx üstə gəlinsin. Jr kosinus alfa bölü 2 bərabərdir jr-ə. Deməli, indi də hər tərəfdən biz j-ni ataq. Buradan deməli x olaraq da dedik ki, r kosinus alfadır. X-in yerinə r kosinus alfanı yazaq. Baxın, burada əvvəldən qeyd etmişdik. R kosinus alfa üstə gəlinsin. R kosinus alfa böl 2 bərabərdir r-ə. Buradan hər tərəfdən r-ləri atandan sonra alıram ki, demək 2-də 3 kosinus alfa bərabərdir 1-ə və kosinus alfa üçün 3-də 2 alıram. Bunu da yadımızda saxlayırıq. Bu kosinus alfanı artıq alandan sonra gəlirəm demək x-i tapmağa. Deməli, baxın bunu tapdıq, gəlirik bura. Buradan x bərabərdir. R-in qiyməti var bizdə 60. Kosinus alfanı aldıq 3-də 2 bərabərdir 40 cm. Biz bayaq nə demişdik? Demişdik ki, h-ı tapmaq istəsəm, x-lə r-i cəmləməliyəm, düzdürmü? Onda h bərabərdir. Deməli, x üstə gəlinsin 60 bərabərdir 100 cm. Deməli, h bərabərdir 100 cm. Aldıq cavabımızı. Doğru cavabımız olacaq 100 cm. Belə, izlədiyiniz üçün təşəkkür edirəm. Ümidvaram ki, faydalı olar.